Davam edirik. Dövlət Tibb müəssisəsindən birində müalicə olunan qazi tibbi ərazi bölmələrinin idarəetmə birliyindən, yəni təbibdən şikayət eləyir. Onun şikayəti pasiyentlərə verilən yeməklə bağlıdır. Yeri gəlmişkən videonu əməkdaşlarımıza yönləndirmişəm. Və pasiyent bildirir ki, təbib icbari tibbi sığorta üzrə Dövlət Agentliyindən hər yemək üçün 25 manat ödəniş alır. Buna baxmayaraq xəstələrə az miqdarda yemək verilir. İndi biz bir də yeməyə baxarıq. Unikal paylaşım görüntüləri. Yeri gəlmişkən onu qeyd edeyim. Və üzərindən qazinin danışdığını qeyd edeyim. Hər yemək üçün 25 manat alınırsa, burada heç 5 manatlıq yemək yoxdur. Dövlət Səhiyyə Nazirinin balansında olan təbibin verdiyi ABD, yəni sığortadan tutduğu 25 manat, yəni səhər yeməyi 15 manatdır, günorta yeməyi 25 manatlıq yeməyi babıdır. Qiriçka, içində heç bir şey yoxdur. Bu düyü supudur, düyüdən çox içində su var. Bu da bir dilim ağ çörək, 2 dilim qara çörək. Nə bunun əti var, nə də bunun şorabası var. Yəni ki, təbib bizdən tutduğu pulun qiymətində verdiyi yemək. Su, bax su, adi sudur. Bəli, 25 manatlıq menyunu təqdim edir qazi. 25 manatı, amma yəni həqiqətən də yaxşı yemək olur da. Belə əti ilə də, kotleti ilə də, nəyi ilə də. Amma təbibin 25 manatı ortalığa çıxartdığı bundan ibarətdir. Ümumiyyətlə bu icbari tibbi sığorta məsələsi var da. Məsəl üçün, həkim səni yoxlayar o tibbi sığorta ilə. Deyir ki, resept yazmıram sənə. Soruşursan, niyə yazmırsan? Deyir, çünki təbib mənə 6 qəpik verir. Nə bilim, 60 qəpik verir. Səni yoxladım, bəsindir. Pulu verirsən, reseptivi yazım. Vermirsənsə, geç harada istəyirsən yazdır. Deyirsən, ay həkim, atan yaxşı, anan yaxşı. Ölürəm ağrıdan, geyim indi küçələrə düşüm, həkim axtarım. Deyir, onda valla incimə. Və ardından da deyir, mən də anamı həkimə göndərəndə pul verirəm həkimə. Nə olsun ki, həmkarımdır? Təbib ona nə verir ki? Bəs aylarla bizim pulumuzdan, aylarla da yox, illərlə tutulur artıq. Təbib bizim maaşımızdan tutur bu icbari tibbi sığortanı. Yəni siz 25 manata olan yeməklərdə 3 düyü soxulcan kimi supun içərisində qaçacaq, onu mu verirsiniz 25 manata? Və bir də ki, bunlar qazidirlər. Həm də dövlət hesabına müalicə alanlardılar. 5 manat verirsən, sənə 50 qəpiklik xidmət göstərirlər. 5 manatımı vermişəm də 5 qəpiklik xidmətimi göstər. Birinin yolu bəlkə ömründə bircə dəfə düşür həkimə, amma onun tibbi sığortaya ödədiyi məbləğ, məsələn deyim, işlədiyi dövrdə, tutaq ki deyim, bu 10.000 manatdır. Sən ona 100 manatlıq xidmət göstərmirsənsə, adam haqlıdır, telefonunu çıxartsın, çəksin. Bəlkə də deyə bilər ki, dietikdir, müalicə dönəmidir, ona görə də belə verməliyik. Müalicə dönəmidirsə, müalicənin özünün də, ətin də dietik formada hazırlanması var da. Və bu şeylərdə ümumiyyətlə təbib də çox problemli bir sahədir. Həddindən artıq çox problemli bir qurumdur. Dəfələrlə səsləndirmişik. Sertifikatı ləğv olunan, lisenziyası daha doğrusu, lisenziyası ləğv olunan həkimlərin 90%-i eyni işini davam etdirir. Heç təbibin vecinə də deyil ki, siyahıda 1-ci, 2-ci, 3-cü, 4-cü, 5-ci yerdə adı olan həkimlər hamısı gündə plastik əməliyyat eləyir, bədən şəkilləndirmə eləyir, nə bilim, popo yekəltmə eləyir, sinə yekəltmə eləyir. Kim üçün yazırsınız? Bizə göstərmək üçün yazırsınız, bizə lazım deyil. Biz onsuz həkimləri tanıyırıq da. Bilirik ki, lisenziyasını ləğv edildiyiniz filan həkimlərin hər biri gündə əməliyyat eləyir. Neyinirsiniz? Pul alırsınız həkimlərdən, şərait yaradırsınız. Lisenziyasını ləğv edirsiniz, plastik rekonstruktiv cərrah kimi işləyə bilməzsiniz dediyiniz həkimlər hər gün pasiyent qəbul edirsə, hər gün əməliyyat eləyirsə, demək ki, siz pul alırsınız həkimlərdən. Yoxsa kimsə
Kiminsə qara qaşına gözünə aşiq deyil, ola bilməz ki, orada marağınız olmasın. Bu mümkün deyil, marağınızın olmaması. 3 gündən də bir kiminsə haqqında məlumat verirlər. Filan kəs filan əməliyyatdan dünyasını dəyişdi. Birisi öz eltisini, qaynının yoldaşını mətbəxdə əməliyyat eləmişdi. Bununla bağlı da vermişdik adını da, soyadını da, nə. Yəni bugün siz bu tibb sahəsini bu qədər oyuncağa çevirmisiniz. Və bəzən adi klinikanı silib süpürənlər belə bu faktlar da var yeri gəlmişkən. Bir izləyici bizə müraciət etmişdi, o deyildi. Səidə xan, mənim əməliyyatımda bilirsiniz kim medsestra kimi, tibb bacısı kimi iştirak edib, deyirəm ki, deyir oranı silən xadimə. Və ona görə də yığıb yığışdıra bilmir. Dəri çürüyür, indi deyiblər ki, dəri köçürmək lazımdır. Hardan ki, əməliyyat olunmuşdu. Təsəvvür edirsiniz, bugün Azərbaycan səhiyyəsinin səviyyəsini təsəvvür edirsiniz. Və bugün əgər Məlham adlı beynəlxalq hospitalda İbrahim Tatlısəsin mahnısı ilə göbək atırsa həkim, hansı səhiyyədən danışırıq ki biz? Təhsil sahəsi bərbad, səhiyyə sahəsi bərbad. Ondan sonra nə bilim, valla nə sahəsi bərbad, nə sahəsi bərbad, nə sahəsi bərbad. Bir dənə nə olar, normal olanını göstərin, and içək ki, bizdə yaxşı işləyən. Düzdür, mən bura təbii ki, Dövlət Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, bu qurumları qatmadan danışıram mən. Amma biz insanların həyatı ilə birbaşa əlaqədə olanlar Səhiyyə Nazirliyi, Təhsil Nazirliyidir. Sənin gələcəyin Təhsil Nazirliyindən, səni yetişdirən müəllimdən birbənalı şəkildə asılıdır və sənin sağlamlığın da Səhiyyə Nazirliyindən və yaxud da ki, təbib deyilən qurumdan birmənalı şəkildə və birinci asılıdır. Bugün həkim ağız vırre oynayırsa, o birisi də qoşdu, bu pasiyent də qoşdu ona. Bu pasiyent həkim eyni ağıllı məsələsi var da. Demirəm ağılsız da, amma ki bir-birlərinə çox gözəl denk gəliblər. Həkim oynayan, pasiyent oynayan. Dərmanı da çəkiblər, iynəni də çəkiblər. Qalıb şiflisdə. Gözləyək görək həkimimiz nə vaxt oynayıb qutaracaq. Gözləyək görək İbrahim Tatlısəsin mahnısına nə vaxt şərh verib qutaracaq. Ondan sonra iynəni də vuracaq. Bəzi iynələr var ki, heç onu şplisin içərisində bir neçə dəqiqə saxlamaq olmaz. Yəni, dərhal o artıq reaksiyaya girir. Amma öz dünyasında da ki, vır çartlasın, çal oynasın. Kim kimədir? Kim kimədir? Kef elə. Pulumu verirsən, pasiyentin sənə olan ödənişdə müəyyən bir qədər klinikaya verirsən, yallah. Elə bizim beynəlxalq klinikamız bugündəcə, görün də balaca klinikalar var. Bir də görürsən ki, bir binanın tinində belə 2 mərtəbəli nəyəsə tikdilər, 3 dənə otağı var. Heç də verdilər arendaya. Biri gəlir ki, gözümün biri aşağıdır, biri yuxarıdır. Biri gəlir ki, çənəmi uzatmaq istəyirdim, dayı da çənəmi yapışdırıblar yuxarı. Biri gəlir ki, alt dodağım yekədir, üst dodağım balacadır. Biri deyir ki, qulağımı bağlamaq istəyirdim, dayı da şəlpə qulağı elədilər məni, nə bilim, məni bir cür şikayətlən eləyir. Niyə şikayətlən eləyir? Çünki sonuçda həkimlərimizin fəaliyyəti bundan ibarətdir. İndi o yemək məsələsinə də qalanda. Gəlin belə eləyək dostlar, təbibin özü yesin, doysun, düzdür, onlar mədəsi də hər gün genişlənir deyə yeyib doya da bilmirlər. Özləri yesinlər, doysunlar, nəsil nəcabətlərini yedizdirsinlər, doyuzdursunlar, ondan sonra inanın ki, siz qarabaşağın içərisində şişirdilmiş toyuq əti mütləq tapacaqsınız. Ən ucuz Azərbaycanda toyuq ətidir də. O ət və ət məhsulları içərisində toyuq ətidir. Qoyun təbibdəkilər yesinlər, doysunlar qəşəng, qohum əqrəbələrini də yedizdirsinlər, doyuzdursunlar. Yəni bütün nəsil nəcabətin yaşayış şəraitini təmin eləyəndən sonra biz onun içərisində belə didilmiş toyuq ətini mütləq tapacağıq. Ümid sonda ölür, ümidimizi öldürmürük. Bir gün hər şey yaxşı olacaq və bu amalla bunun uğrunda yaşayırıq və inanırıq ki, həqiqətən də bir gün hər şey yaxşı olacaq.